bir dakika bağışla Zarina. Ama biz bilirik mi ki bu belədir? Sənə simpatiyamı geçen bilirsən Zarina çıkan hamı da bilir. Güvenler ağlaşıma şahit de. Ekber şahitli göstermekten haydi. Səbirli ol. Mahir. Bəli. Məntiqli ittiham değil ki. Necə yəni? Daha sade dinlendiğim. Sen Düz demir. Düz demir ki. Düz demir yoxsa düz demir? Xeyr, düz demir. Düz demir. Yox. Düz demir. Gəlin. Onda Tutunun sən da adını başda hava yalandan havalandırmasınlar. Xahiş eləyirəm. Xalqın qızın da adını burada 2 dəqiqədən bir müğənniyə deyirlər. Baxın, bu insan həm orada Tutun hədəf gətirdi, Tutunun adını çəkdi Tutu. Həm buradan deyir ki, Tutunun adını çəkməyir. Sizcə bu nədir? İndi baxın. Bir dəqiqə qulaq asın. Əgər Zaur müəllim pis etsə, Tutunu xəstəxanada yatdırıb birinci qrup aldırıb da. Amma Tutu əvvəl ikinci qrup idi, Zaur müəllimin sahəsində Tutu birinci qrup alacaq. Yanvarda birinci qrup olacaq. Danağay mı adı Zaur müəllim? Zaur müəllim demiş ki, get nə gözəl, Aton evini sat, 4 otaqlı evini sat. Zaur müəllim demişdi. Zaur müəllim demişdi ki, get parçaları o puz kişinin altında yat. Zaur müəllim demişdi ki, get nədir, Zarina'ya qoşul. Zarina olsaydı 5 dənə uşağını atıb balaca oğlunu Tutoyuna gedə bilmədi, qoymadı. Kişisini dedi ki, lazım dösə. Zaur müəllim onu elədi. Tutu qız vaxtı özünü açıb kimnəsə oturup durubdu. Tutu gəlib də atası dedi ki, bu qəhbədir, pozğundur. Atası Atabeyin qabağında atıbdı. Kaleska aldı Zaur müəllim Tutuya. Ondan sonra Tutuya el arabası verdi. Tutuya hər şey elədi evinə. Tutu Zarina'ya qoşuldu. Ondan sonra parçalarını da pızdı. Da Zaur müəllim Çopayoğlu Zaur müəllim Zaur müəllim pisiyə dursun. Da Zaur müəllim neyini müəllim Zaur müəllim pisiyə dursun. Elədi evinə. Tutu Zarina'ya qoşuldu, evini də satdı. Ondan sonra parçalarını da pızdı. Da Zaur müəllim Çopayoğlu Zaur müəllim Zaur müəllim pisiyə. Zaur müəllim Çopayoğlu. Bu gözəl deyirəm, mən demirəm. Mən özün demirdin ki, vaxtında mənə burnumu vurub, vaxtında əməliyyat eləməz, çıxıb gedəcəm xoş qədəmə, nə etirazı burada? İndi nə oldu, burnumu əməliyyat elədi deyə Zauru tərifləyirsən? Mən Zaur müəllimin nəyini pisləmişəm burada? Mənə onanlar demişəm ki, evimdəyəm, təkəm. Özdə ki, mənə birinci qrup verdinmi, ikinci qrupum. Ayaqlarım işləmir, əllərim düzəməlli işləmir, ikinci qrup alıram mən. Evdə tək fırlanıram. 250 manatın adam da olanlar evdə. Oteldə Füzuli kimdən qalır? Gözəllə ayrıca otaq veriblər. Yox, Füzuliyə kimi sən İlqarla sevgili oldun, Elçinlə sevgili oldun, Nazimanla sevgili oldun. Sonra yox, mən bir dənə sevgilim oldu, o da Füzulidir. Nə oldu indi sizdə İsbəyə danışmağa? Burada deyirlər tutuya haram olsun Zaurun əməyi. Hansı çörək yemişəm, hamıya verdiyi 10 manatı, hamı birinci qrup pensiya alan da var, maaş alan da var. Mənə qeyb vermirlər ki, sən 250 manat pensiya alırsan. 250 manat nədir ki, mənə 10 günmə çatmır. Bir dəqiqə, tanıya qoşulsun zəhmət olmasa. Olar? Salam, axşamın xeyir olsun. Axşam sənə Arzu xanım, axşam sənə xoş gördük. Xoş gördük. Burada müəllimlik bir iş yoxdur. Qoyun mən nətər olduğunu mən ətraflı danışım. Ya başqa bir şey deyim, baxın bir dəqiqə, müəllimi bir kənara qoyaq. Sizcə niyə gözəl Tutu ilə mənə hədəf seçib? Mən onu deyə bilmərəm. Onu mən yalancı yaxşı, elə-belə düşünün, mənə deməyin. Öz vicdanınızı qoyun gözünüzün qabağına. Dünənləri mən orada, bir də üzr istəyirəm Arzu xanım. Dünənləri mən, sizin mənlə xoşunuz gəlməyə bilər, mənim sizdən. Amma biz efirdə isə bir-birimizə nəzakətli davranmalıyıq. Amma bundan sonra sizin mənə və mənim sizə münasibətimizin necə olacağı, yəni nə olsa belə burada bir-birindən hörmətlə davranmalıyıq. Arzu xanım, eşitirəm. Qoy mən olduğu kimi deyim. Buyurun. Nətər oldu. Proses nətər getdi. Burada yalan danışmağında yeri yoxdur. Tutu da buradadır, eşidir, eşidir. 4-cü günü Mahir gəlmişdi. Sığınacağa gəlmişdi. Biraz ağladı, sızladı. Neysə, müəyyən səbəblərə görə biz atışdıq. Biz atışanda dedim, çıxıb dedim, nəsə qoyduq buraya. Amma 5-ci günü gəldi, getdi. Zarina bunu işə qoymuşdu. Özü bilir kimdən gedib gəlirdi.
Emin ol niye Aytutu? Emin ol niye ki? Bu akşam Zarina gələcəkdi. Səhər bu hoqqa çıxdı. Niyə axşamı sən qapına qoyurdun? İndi sən hesab edirsən Zarina ki, ömür boyu tək gəlməz sənin qapına. Ondan sonra da çıxdı orada yox sözü dedi. Niyə? Bir İndi- günə nə dəyişdi? Nə dəyişdi bir günə? bax, burada bayaqlar Tutu özü anons elədi ki, mənə mahir olmur, kim olsun sevgi eləsə, mən hə deyəcəm, bunun ictimaiyyəti yoxdur. Və mən də dünəndən bu günə demişəm ki, Zaur Tutuya bir plan qurub, Tutunu Əkbər kimi gözdən salmaq, Aslan kimi təmiz gözdən salmaq üçün bir plan qurub ki, səhər ölkə ictimaiyyəti tələb eləməsin ki, ay Zaur, Tutunu niyə otaqda qoydun? Orada müəllimlik bir iş yoxdur. Dünənki Müəllim kimə davada, deyirsən? dünənki çıxışıda orada bir iş. Zar Baxşəlevin orada bir əli yoxdur. Başa düşdün nə deyirəm? Orada bir əli yoxdur. Sadəcə olaraq mənə dedi ki, gedirəm çimirəm. Dedim mən həqiqətən Zarina sənə inanmırdım. Bir bacı seçmişdim səni özümə. Çünki dedim ki, mən arxamdan zərbə vurmazsan. Dedim ev yoxdur. Orada naftalan sığınacaqda su zəif gəlirsə, qoy getsin uşaqdır, getsin çimsin, eləsin, paltarını da atarsan maşının yanına, səhər kimləsə gedər işə. Ta demədim ki, axşamı gəsən burada torbatik. Mən bilmədim. Bilmədim axşam mənə torba tikəsən sən. Sən burada əlin isə nağarmaq istəyirsən. Məqsədin nədir? Neynəmək istəyirsən? Mən sənə zərbə vurmamışam. Allah ki, hər kəs mənə zərbə vurur. Ayıbdır vallah, ayıbdır. Demirik nə var. Sən onu çizdirib gətirib orada otuzdursan, mənə ağzına gələni deyir. Desin, mənə astafo deyir. Kim deyir sən ağzına gələn? Dünən eşitmədiniz, dünən canlı mənə nələr dedi? Baxmadınız verişə. Mən verişə baxmadım, mənə verişin kəsildi. Onu demək istəyirəm ki, bir insanı düzgün yola gətirmişəm. Ondan danışan yoxdur, amma bir insanı pozğun yola salanda onu da hamı danışır. Ona millət danışır. Arzu xanım, gəlin belə danışaq da. Yəni Mahirlə sizin aranızda olan yaş fərqi çoxdur axı. Yəni bunu da nəzərə almaq lazımdır da. Yəni siz yəni bu sizin şəxsi həyatınızdır. Mən müzakirə eləməzdim. Sadəcə indi dediniz, mən əslində burada maraqlı olan, mən Tutunun gözünü açdım ki, Tutu özü bilmirsə də, Tutu bilsin ki, ola bilsin demirəm. İndi mən burada sizin üzərində çox getməyəcəm. Ola bilsin sizin xəbəriniz prosesdən yoxdur. Amma bu Mahir, bu məsələsi də yoxdur mənim. Bir dəqiqə. Allah şahidimdir ki, yoxdur prosesdən. Yox, məsələ bu ki, Allah Teala qulluğunda, Allah Teala şahidliyi biraz uzaq çəkir də. Biz Allahın özü 15 yaş fərqimiz var. Təkcə mən getməmişəm. 62 yaşında arvadlar 30 yaşında, 25 yaşında oğlana gedir. Amma mən o uşağı düzgün yola gətirirəm. Demədim belə. Hətta məni mədən dildə qovlar. Da mən o sonra gedən deyiləm. Kim mənə gözdən salmaq istəyirsə buyursun salsın. Onun işimdə mənə kömək eləməyəndən sonra gözdən salmağında böyük bir önəmi yoxdur mənim. Müəllim hamının arxasında durur. Niyə durmur ki? Müəllim hamısının arxasında durur. Niyə durmur ki? Niyə yalandan gəlirsən, səhifəndə yalandan böyük yekə-yekə zırtladılar? Malicəsi, Bir dəqiqə. Arzu xanım. Niyə? Yaxşı səfərsənsə, bir dənə canlını aça-aça Zaurdan danışmaya, qazi ailəsinə, şəhid ailəsinə köməkli elə. Bildiyin səfər. Oturduğun yerdə. Arzu, sən səhifəndən buraya gəlin, mənə söz deyir. Arzu, mənə dediyim məsələ yoxdur. Bir dəqiqədən buradan sığınacaqda çox şikayət getdi. Niyə tutub bunu danışmısan? Sığınacaqdan çox şikayət getdi. Mən sizin kimi kişilərlə yatmamışdım ki, sığınacaqda. Mən Allaha şükür hamısı göz qabağındadır. Mahir evinə soxan sənsən, mən deyiləm. Zarina ilə birləşdin, sən soxdun, mən deyiləm. Ay, yaxşı eləyirəm. Sən o verilişdən bir gün qal, mən bütün gün baxam verilişdən. Sən birbaşa bura gəlmişdin. Birbaşa bizim otağa girdin. Sən özün verilişdə demədin ki, mən Mahiri istəmirəm. Biz dalaşmırdıq oteldə. Girdim bura. Qarışdırmırdıq. Nə oldu indi Mahir əziz oldu? Yanırsan orada Mahirsiz. Elə gedərsən. Tutu, bir sual verə bilərəmmi? Doğrudan da Mahirlə sən haqqında deyilənlər doğrudur? Xeyr. Mən Mahir hamısının yanında qardaş demişəm. Yox. İndi bunların dediyi başqadır. İndi Arzu çıxdı. Arzu yenidən qoşularsa mənim sənə verilən suallarım var idi. Oradan qoşuldu o burun əyri Arzu. Üzürsəm. Gözəl də yox. Beyimin isə üzür istəyirəm hər kəsdən. Mən fikrimi tam çatdıra bilmədim ona.
Arzu burada adətən zauru bir müdafiəçi kimi gəlmişdi bura. Yəni adam ortaya sıra qoya bilmir, amma müdafiə eləyir. Elə deyir ki, yaxşı adamlar. Tutuya bu günə qədər tutuya zaur nə eləyib? Bax zaur nə eləyib bir də onu desinlər də. Onu desinlər. Hələ deyin də hamısı yazır ki, burnundan gəlsin zarın əziyyəti. Hansı əziyyəti onu deyin də. Sağ olsa oteldə qalmışıq, 10 pulun verdilər, o da qovdular, göndərdilər evə.